Vüqar biləcəri bu bəndində anlaşılmamazlıq, qiymətləndirilməmək, zamanın ədalətsizliyi və dərin kədər mövzularına toxunur. Gəlin bu misraları dinləyək, daha sonra analiz edək. Güzgüdə hərdən baxıram, özümə yazığım gəlir. Mən bu əsrin alimiyəm, çoban bilirlər məni. Güzgüdə hərdən baxıram, özümə yazığım gəlir. Mən bu əsrin alimiyəm, çoban bilirlər məni. Burada şair öz istedadının layiqincə qiymətləndirilməməsindən şikayətlənir. Sözünə, yaradıcılığına, dahiliyinə, zəkasına, haqq, dəyər, qiymət verilməməsindən kədərlənir. Onun sözü əslində çox dəyərli, dərrakəli və ali olsa da kütlə tərəfindən ya başa düşülmür, ya da bilərəkdən qiymətləndirilmir. Bu sənətkarın cəmiyyətdən ən böyük gileyidir. Şair özünün zəkasını, bilik səviyyəsini və yaradıcılıq dərinliyini alim, dahi, müdrik kimi təyin edir. Lakin çoban bilirlər məni ifadəsi ilə, şairin daxili aləmi ilə cəmiyyətin ona verdiyi qiymət arasındakı dərin uçurumu vurğulayır. O nə qədər uca və dərin olsa da, cəmiyyət onu sadəcə aşağı, adi, səthi bir insan kimi görür. Bu dahiliyin yalnızlıq və anlaşılmamazlıqla müşayiət olunmasının faciəsidir. Yekun olaraq, o özünü dövrünün zirvəsi hesab etsə də, bu zirvədə tək qalır və cəmiyyətin yanlış qəbul etməsi səbəbindən həm öz sözünə, həm özünə, həm də ömrünə heyfsilənir. Amma heyfislənən tək Vüqar deyil, həm də onu sağlığında sevənlərdir. Rəşad haqqı verilməyən sözümə yazığım gəlir. Qaşım əyilibdir, nə bilim, gözümə yazığım gəlir. Güzgüdə hərdən baxıram, özümə yazığım gəlir. Mən bu əsrin alimiyəm, çoban bilirlər məni. Mən bu əsrin alimiyəm, çoban bilirlər məni.